cinlərdən qoruduğunu iddia edərək xristian qadının alnına möhür qoyaraq boğan biznesmen. Dini musiqi sədaları altında hamamda törədilən dəhşətli qətl. Və bu qətldə biznesmen doğrudan da anlaqsızdır, yoxsa özünü dəli yerinə qoyur, məsuliyyətdən yayınmaq istəyir. Məhz bunu aydınlaşdırmağa çalışacağıq. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Əksər cinayətlər pul yaxud da xəyanət səbəbindən baş verir. İndi sizə söz açacağım cinayət isə dəqiq pul səbəbindən baş verməyib. Bu müəmmalı hadisənin mərkəzində nə durur? Bunu aydınlaşdırmağa gəlmişik. Bakıda tanınmış iş adamı Emil Ağacanov qeyri-rəsmi yaşadığı, öz təbirincə desək, müsəlman edib evlənmək istədiyi xristian Muradova İradə Alek qızını amansızlıqla, həm də yenə də özünün iddia etdiyi formada desək, fövqəltəbii, mifik varlıqların, cinlərin təsirindən qorumaq üçün boğub öldürüb. Hadisə 2025-ci il avqustun 23-də baş verib. Emil Ağacanov və İradə Muradovanın faciə ilə bitən sonuncu görüşü ötən ilin avqustunda Emilin anasının Yasamaldakı evində baş tutub. Əvvəlcədən deyək ki, təqsirli bilinərək saxlanılan şəxs, yəni Emil Ağacanov məşhur iş adamıdır, yəni biznesmendir. O, Chermington Transportation Service, Azrent, Caspis Style şirkətlərinin və İtaliya brendi olan Yamamay mağazasının sahibidir. Öldürülən İradə Muradova isə həmin Yamamay mağazasının icraçı direktoru olub. Prokurorluğun məlumatına görə hadisə baş verən gün Emil spirtli içki və narkotik maddənin təsiri altında İradəni yerə yıxıb, dini ayinlər etdirərək Ayətül Kürsü duası oxutdura-oxutdura xüsusi amansızlıqla boğaraq həyatdan məhrum edib. Daha sonra isə o işini bununla bitmiş saymayıb, cəsədi hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər ona sarılmış vəziyyətdə dini musiqilər dinləyib və bəzi ayinlər edib. Emil ertəsi gün saxlanılsa da, psixiatrik ekspertiza onun cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması barədə rəy verib. Bu əsasla o istintaq təcridxanasından psixiatriya xəstəxanasına yönləndirilib. 2025-ci ilin 29 dekabrında keçirilən məhkəmədə qərar oxunduqdan sonra təqsirləndirilən şəxsə söz verilib. Hakim Səbinə Məmmədzadə ona ifadə verməmək hüququnu da xatırladıb. Lakin danışacağı halda obyektiv araşdırmaya kömək olacağını bildirib. Müttəhim sərbəst ifadə verməyə hazır olduğunu deyərək ayağa qalxıb. Emil İradə ilə münasibətlərini, hadisələrin harda və necə baş verdiyini və necə başladığını dəqiq xatırlayıb. Bununla belə, ifadəsində cinayətlə bağlı reallıqdan uzaq, mifik xarakterli fikirlər səsləndirib. Emil deyir ki, həmin gün cinlər onun ruhunu ələ keçirmişdi. Nə qədər dualar oxusam da xilas eləyə bilmədim. Həmin varlıqlar ona elə güc vermişdilər ki, mənim kimi idmançı adamı 3 dəfə divara çırpdı. Sona qədər ona Ayətül Kürsü və digər duaları oxuturmuşam. İradəni hamıdan çox istəyirdim. İllərlə birgə yaşamışıq. Sadəcə xristian olduğu üçün evlənə bilməmişik. Mən onu necə öldürə bilərəm? Düzdür, həmin vaxt biz hamama girəndə sürüşüb yıxıldı, amma İradə ölməyib. İndi sağdır, sadəcə cinlər aləmində saxlanılır. Bir daha qeyd edim ki, bunlar qətli törətməkdə şübhəli bilinən şəxsin iddialarıdır. Anlaqsız kimi mühakimə olunan biznesmen ifadəsinin davamında deyir ki, İradəni görünməz varlıqlardan qorumaq üçün qucağında saxlayıb. Yəni, səhərə qədər onu ona görə qucaqlayıb. Hətta ona Ayətül Kürsü oxuduğu zaman telefonuna zəng gələndə öz təbirincə desək, şeytan aləti olduğu üçün iPhone-u da yerə vuraraq sındırıb.
İradəni cin şeytandan qorumaq üçün onu qucaqlayıb üzərinə möhür qoydum. Sonra da həmin varlıqları qovmaq üçün səhərə qədər Ayətül Kürsü oxudum. Həmin gündən əvvəl də mən ona kəlmə-i şəhadət öyrədirdim. Hətta dua oxuyan vaxt mənə zəng gəldiyi üçün iPhone-u da vurub qırmışam. iPhone özü də şeytan əşyasıdır. Niyə arxası açılmır? Çünki şeytan əməlidir. Elə buna görə də telefonu yerə çırpıb qırmışam. Amma narahat olmayın, iradə indi yaxşıdır. Təqsirləndirilən şəxs, hakim, prokuror və vəkillərin suallarına da eyni məzmunlu müfik cavablar verib. Əlavə kimi sadəcə iradə ilə daha əvvəlki mehriban münasibətlərindən danışıb və Maldiv adalarındakı birgə istirahətlərindən söz açıb. Həkim rəyi Emilin cinayəti törədərkən öz hərəkətlərini dərk etmədiyini göstərsə də, mərhumun yaxınları bununla razılaşmır. Onun məsuliyyətdən yayınmaq üçün rol oynadığını düşünürlər. Emilin ilkin istintaq müddətinə hər dəfə ayrı cür ifadə verməsi isə zərərçəkmiş tərəfdə şübhələri daha da artırır. Mərhumun hüquqi varisi kimi tanınmış bacısı Rəna Muradova ifadəsində Emilin psixi xəstə olmadığını deyir və o bu fikrini belə əsaslandırır. Hüquqi varis Emilin onun bacısını narkotikin təsiri altında qəsdən öldürdüyünü təkrar dilə gətirərək hakimlərdən ədalət istəyir. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin anlaqsız olması ilə bağlı qərara şübhə ilə yanaşdığından təbii ki, məhkəmənin hüququ var ki, təkrar tibbi ekspertiza təyin etsin və bir daha yoxlanılsın ki, Emil doğrudan da anlaqsız olub yoxsa yox. Bu zərurətin olub-olmadığını isə təbii ki, sonda məhkəmə qərar verəcək. Proses boyu diqqət çəkən başqa bir məqam isə Emilin anasının mərhumun yaxınlarına aqressiv münasibət sərgiləməsi olub. Hətta o prosesə icazəsiz müdaxilə edərək mərhumun uzun illər oğlunun imkanlarından istifadə etdiyini deyib. Hakim yerindən danışdığı üçün anaya xəbərdarlıq da edib. Təbii ki, məhkəmənin davamı olacaq. Hadisə barədə Müsavat.com-a danışan zərərçəkmiş şəxsin bacısı Rəna Muradova Alegovna bildirir ki, təqsirləndirilən şəxs bacısına bədən xəsarətləri yetirib və sonda onu qışqırdığı üçün boğaraq qəsdən həyatdan məhrum edib. Qeyd edək ki, bu fakt hazırda onun dediyi iddia təqsirləndirilənin öz etirafında da yer alır. Mərhumun bacısı Rəna Muradova yaxın qohumlarla birlikdə meyidi tanımaq üçün morqa gedəndə bacısının bədənində çoxsaylı xəsarətlər aşkar etdiyini deyir. Yəni, o qeyd edir ki, həmin vaxt mərhumun baş nahiyəsində travma, burun sınığı, hər iki əlindəki bütün dırnaqları qırılmışdı. Bədənin müxtəlif hissələrində çoxsaylı hematomalar vardı. Sağ əl biləyi təbii vəziyyətdə deyildi, yəni qırılmışdı. Bu da onu göstərir ki, bacım həyatını qorumaq üçün bütün gücü ilə mübarizə aparmışdı. Bu qədər amansız döyülmədən sonra qatil sonda bacımı boğaraq öldürüb. Говорить на русском – это не мечта. Мы даем стопроцентную гарантию. Наши уроки отличаются от скучных и однотипных уроков. Активная русская речь. Вы же начнете говорить с первого урока. Специальное аудирование. С первых уроков мы начнем слушать аудирование, и вы так расширите ваш словарный запас. Чтение и письмо. Мы будем много читать и много писать, и также будем расширять наш словарный запас. Присоединяйтесь к нашему бесплатному пробному уроку и начните говорить по-русски прямо сегодня. Напишите плюс в комментариях или свяжитесь с нами прямо сейчас. Rəna Muradova qeyd edib ki, hadisə günü səhər bacısı təqsirləndirilənin mənzilindən çıxaraq həyətə liftlə düşür, yarım saat sonra isə yenidən mənzilə qayıdır. Az sonra isə çılpaq vəziyyətdə ölü tapılır. Qəribədir ki, qatil özü də
həmin vaxt çılpaq vəziyyətdə olub. Bundan əlavə olaraq xüsusilə qeyd edilməlidir ki, Emil Ağacanov necə anlaqsız adam olub ki, ona sürücülük vəsiqəsi verilib və avtomobil idarə edib, hələ üstəlik silah saxlamaq, yəni odlu silahdan istifadə etmək üçün icazəsi də olub. Təbii ki, onun fotolarından da görünür, tez-tez ovçuluqla məşğul olurmuş. Doğrudan da bu sualların hamısı cavab tələb edir və əgər Emil narkotikanın və spirtin təsiri altında bu hadisəni törədibsə, sonradan özünü anlaqsız yerinə qoymağa cəhd edirsə, bununla da həbsxana deyil, məcburi müalicəxanaya getmək istəyirsə, təbii ki, bütün bunlar hüquq mühafizə orqanlarının məhkəmənin diqqətində olacaq. 1-2 gün əvvələ qədər böyük şirkətlər idarə edən, odlu silahdan istifadə edən, avtomobil idarə edən şəxsin bir gecənin içində anlaqsız durum qazanacağı qədər bir problemə düçar olması nə qədər inandırıcıdır. Hər halda bunlar olduqca, bir daha qeyd edək ki, fundamental suallardır. Bunlar veriliş əsnasında cavab veriləcək iddialar deyil. Əminik ki, bu sualların cavabı son məhkəmədə aydınlığa çıxacaq. Salamat qalın.